Salam, hər vaxtınız xeyir olsun. Pul və banklar fənnində sizi salamlayıram. Bugünkü mövzumuz Mərkəzi Bank və onun fəaliyyəti. Müzakirə edəcəyimiz suallar, Mərkəzi Bankların ümumi xarakteristikası, Mərkəzi Bankın inkişaf mərhələləri, Mərkəzi Bankın pul kredit siyasəti və Azərbaycan Respublikası Mərkəzi Bankı. İndi isə birinci sualımıza keçid edirəm. Bank sistemi mövcud olan bütün ölkələrdə pul kredit sisteminin əsas halqasını məhz Mərkəzi Bank təşkil edir. Qərb ölkələrinin əksəriyyətində Mərkəzi Bankın funksiyaları 19-cu əsrin ortaları, 20-ci əsrin əvvəllərində müəyyən banklara həvalə edilmişdir. Belə ki, Fransa Bankı vahid emissiya bankı kimi 1848-ci ildə, Reichsbank və İspaniya Bankı 1874-cü ildə, ABŞ Federal Ehtiyat Sistemi isə 1913-cü ildən fəaliyyət göstərir. Dünya bank sistemi tarixində ilk mərkəzi banklar çox əvvəl yaradılmışdır. İlk mərkəzi bank kimi İsveç Mərkəzi Bankı 1668-ci ildə yaradılmışdır. Müəyyən müddətdən sonra 1694-cü ildə İngiltərə Bankı yaradılmışdır. Bu bank 1848-ci ilədək krallığın xartiyası əsasında fəaliyyət göstərmişdir və həmin banka Mərkəzi Bank statusu qanunla 1848-ci ildə Robert Pilin aktı əsasında verilmişdir. Ölkənin bankları sırasından bir bankın Mərkəzi Bank rolunun oynaması artıq ölkədə iki pilləli bank sisteminin yaranmasının başlanğıcı deməkdir və yuxarı pillədə də məhz Mərkəzi Bank dayanır. Beləliklə, Mərkəzi Bankın yaradılması tarixi zərurət olub, azad sahibkarlığı saxlamaqla bazarın körtəbirliyini xovlamaq imkanı da vermiş olur. Mərkəzi Bank pul tədavülünün stabilləşməsinə yönəldilən pul kredit siyasətini həyata keçirən bir orqandır. Bazar iqtisadiyyatı şəraitində onun əsas vəzifəsi pulun alıcılıq qabiliyyətini və dəyərini qorumaq, maliyyə bazarının fəaliyyəti üçün normal şərait yaratmaqdır. Mərkəzi bankların meydana çıxması, bank emissiyasının mərkəzləşdirilməsi, ölkədə pul tədavülünün təşkilinin zəruriliyi, bütün xalq təsərrüfatı miqyasında kredit siyasətinin həyata keçirilməsi və pul hesablaşmaları sisteminin fəaliyyəti ilə əlaqədardır. Bu vəzifələrə uyğun olaraq mərkəzi banklar daima idarə etmənin optimal metod və alətlərini axtarır, kommersiya banklarının və qeyri-kredit təşkilatlarının fəaliyyətinin nizamlaşdırılması üçün idarə etmənin birbaşa inzibatçılıq və dolayı metodlarından istifadə edir. Mərkəzi bankın mahiyyəti bir sıra amillərlə müəyyən edilir. Mərkəzi bank hər şeydən əvvəl əsasən iqtisadi münasibətlər sferasına aiddir. Bu baxımdan mərkəzi banklar iqtisadi institut kimi xarakterizə edilir. Mərkəzi bank hər şeydən əvvəl nizamlaşdırılmanın iqtisadi metodlarından istifadə edir. Onun pul kredit siyasəti puldan, kreditdən, faizdən, valyuta kursundan, iqtisadi inkişafın stimullaşdırılması aləti kimi istifadəyə əsaslanır və əmtəə pul münasibətləri sistemində fəaliyyət göstərməklə Mərkəzi Bank onların inkişaf səviyyəsinin asılı vəziyyətinə düşür. Bununla belə bu əməliyyatla Mərkəzi Bankın mahiyyətini açmaq olmaz. Belə ki, iqtisadi fəaliyyət növləri ilə digər iqtisadi subyektlər də məşğul olurlar. Mərkəzi Bank tərəfindən yerinə yetirilən əməliyyatlar siyahısında digər xüsusiyyətlər də nəzərə çarpır və bu əməliyyatlar əsasən mübadilə ilə əlaqədardır. Ona görə də Mərkəzi Bankı tam əsaslarla mübadilə institutu adlandırmaq olar. O maddi nemətlərin bir iqtisadi subyektdən digərinə keçməsinə xidmət göstərir. Lakin iqtisadi münasibətlərin bu sferasında yalnız Mərkəzi Bankın iştirakını qeyd etmək düzgün olmaz. Mərkəzi Bankla yanaşı mübadilə fazasında digər təşkilatlar, o cümlədən də ticarət və vasitəçilər də iştirak edir. Məhsulların və xidmətlərin mübadiləsi sferasında Mərkəzi Bankın fəaliyyətini onun spesifik fəaliyyət növünə aid etmək olmaz. Mərkəzi Bankın mübadilə institutu kimi xarakterizə edilməsi onun fəaliyyətinin vacib məqamını əks etdirir. Müəyyən mənada Mərkəzi Bank ticarət institutudur. Müştərilərin, kommersiya banklarının pul vəsaitlərini öz hesablarında cəmləşdirərək onları qaytarılmaq şərti ilə yenidən bölüşdürür. Müvəqqəti pul yardımına ehtiyacı olan bankların müvəqqəti ehtiyaclarını da kreditləşdirir. Mərkəzi Bank
ümummilli təşkilat kimi də xarakterizə edilir. Mərkəzi bankın fəaliyyəti əsas makroiqtisadi münasibətlər səviyyəsində özünü göstərir. Pul tədavülünün rasional, inflyasiyasız inkişafını təmin etməklə o, pulun dəyərliliyinin saxlanılması üçün şərait yaratmaqla bütün ictimaiyyətin sosial inkişafını təmin edir. Bununla belə Mərkəzi Bank bir hüquqi şəxs kimi digər konkret iqtisadi subyektlərlə ayrı-ayrı da əməliyyatlar aparır və bu zaman iqtisadi münasibətlərin mikro səviyyəsi tam aydınlığı ilə görünür. Sahibkarlıq fəaliyyəti həmişə Mərkəzi Banka ona görə aid edilir ki, o, iqtisadi münasibətlərin subyekti kimi nə isə edir və nə isə etdiyinə görə müəssisə hesab edilir. Bununla belə, Mərkəzi Bankı ümumi mənada sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə adlandıra bilmərik. Belə ki, o, sənaye, kənd təsərrüfatı, tikinti təşkilatları kimi maddi məhsul istehsal etmir və ticarət təşkilatı kimi əmtəə istehsalçılarının məhsullarını mübadilə etmir. Digər tərəfdən, Mərkəzi Bank məhsulu istehsal edir və müəssisə kimi çıxış edir. Pul ilə ticarət edir və bu baxımdan da müəssisədir. Lakin Mərkəzi Bankın fəaliyyəti xüsusi fəaliyyət növüdür. Mərkəzi Bank kommersiya banklarından bir sıra əlamətlərinə görə fərqlənir. Məqsədli təyinatı baxımından kommersiya banklarının fəaliyyətinin əsas məqsədi mənfəət əldə etmək olduğu halda, Mərkəzi Bankın əsas məqsədi mənfəət əldə etmək deyil. Mülkiyyət baxımından Mərkəzi Bankın kapitalı dövlətə məxsus olduğu halda, kommersiya banklarının kapitalı səhmdar kapitalı formasında yaranır. Miqdar və kapital bazasına görə hər bir ölkədə vahid Mərkəzi Bank fəaliyyət göstərdiyi halda, milli ənənələrə, iqtisadiyyatın miqyası, ərazi həcmi baxımından onlarla, yüzlərlə və minlərlə kommersiya bankı fəaliyyət göstərə bilər. Bu baxımdan kommersiya bankları kapital bazasına görə böyük, orta və kiçik kredit idarələrinə bölünürlər. Mərkəzi Bank kapitalın həcminə görə bölünmür, belə ki, hər ölkədə bir mərkəzi bank olur. Fəaliyyət istiqamətinə görə də onlar fərqlənirlər. Kommersiya bankları müəyyən xidmət növlərinə malikdirlər. Onlar universal və ixtisaslaşmış banklara bölünürlər. Mərkəzi banklar onlara verilmiş səlahiyyətlər statusuna görə geniş əməliyyat və xidmət dairəsinə malik universal pul kredit təşkilatıdır. Sahə istiqamətinə görə də banklar fərqlidirlər. Kommersiya bankları əksərən müəyyən bir sahəyə xidmət göstərirlər və onların adları xidmət sahələrinə uyğunlaşdırılır. Onların müştəriləri əsasən həmin sahələrin müəssisələri olurlar. Mərkəzi banklar ümumi xalq təsərrüfatının ehtiyaclarını təmin etdiyinə görə, öz təbiətinə görə sahəvi ola bilməzlər. Regional əlamətləri istiqamətində Mərkəzi banklar milli idarədir. Ölkənin ərazisindəki bütün iqtisadi subyektlərə xidmət göstərirlər. Onların qarşısında qoyulan vəzifələrə uyğun olaraq beynəlxalq valyuta kredit münasibətləri ilə də məşğul olurlar. Kommersiya bankları isə regional, şəhər, regionlararası və beynəlxalq ola bilərlər. Müştəri baxımından da onlar fərqlidirlər. Həm Mərkəzi Bankın, həm də kommersiya banklarının müştəriləri fiziki və hüquqi şəxslər olduğu halda, mərkəzi banklar əmtəə istehsalçılarına xidmət göstərmirlər. İqtisadiyyatın konkret agentlərinə xidmət göstərən kommersiya bankları, hökumət və hərbi və digər idarələr mərkəzi bankların müştəriləridir. Hüquqi təminat baxımından mərkəzi banklar ali hakimiyyət orqanının sərəncamı ilə yaradılır. Azərbaycanın Mərkəzi Bankı prezidentin sərəncamı ilə yaradılmışdır. Onu da qeyd edim ki, yaradılarkən Milli Bank adı altında yaranmışdır. Kommersiya banklarının fəaliyyəti isə Mərkəzi Bankın lisenziyası alındıqdan sonra başlanır. Mərkəzi Bank milli olduğuna görə onun kapitalı dövlət hesabına formalaşdırıldığından onun rəhbəri ölkənin prezidenti tərəfindən təyin edilir. Mərkəzi Bankın fəaliyyəti dövlətin nəzarətindədir. Azərbaycan Mərkəzi Bankı öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikasının prezidentinə hesabat verir. Azərbaycan Mərkəzi Bankının fəaliyyəti
xüsusi təyin olunmuş auditorlar tərəfindən yoxlanılır. Kommersiya banklarının fəaliyyətinə nəzarət isə mərkəzi banklar tərəfindən aparılır. Mərkəzi bank vergi orqanlarında qeyd olunmadığı halda kommersiya bankları vergi ödəyicisidir. Mərkəzi bankın kapitalı dövlətin olduğuna görə o müflis elan oluna bilməz. Kommersiya bankları isə buna məruz qala bilir. İkinci sualımız Mərkəzi Bankın inkişaf mərhələləridir. Azərbaycanda dövlət müstəqilliyinin bərpası və bazar münasibətləri əsasında milli iqtisadiyyat quruculuğunun başlanması ilə ölkədə müstəqil bank sistemi və onun aparıcı həlqəsi olan Mərkəzi Bankın fəaliyyətinin təşkili zərurəti yarandı. Müstəqillik illəri ərəfəsində 1987-1991-ci illərdə keçirilən islahatlar haqqında söz açmaq istəyirəm. İslahatların birinci mərhələsi 1987-ci il İttifaq hökuməti və mövcud bir pilləli bank sistemi, yəni SSR Dövlət Bankı və onun müttəfiq respublikalardakı yerli şöbələrini iki pilləli bank sistemi ilə SSR Mərkəzi Bankı və 5 ixtisaslaşmış Dövlət Kommersiya Bankı, SSR Sənaye İnvestisiya Bankı, Aqrar Sənaye Bankı, Əmanət Bankı, Xarici İqtisadi Əlaqələr Bankı və Sosial Təminat Bankı əvəzlənmiş oldu. Və müvafiq olaraq bütün müttəfiq respublikalarda Mərkəzi Bankın nümayəndəliyi və Dövlət Kommersiya Banklarının filial sistemi yaradıldı. İslahatların ikinci mərhələsi 1988-1991-ci illər İttifaq ərazisində kooperativ və kommersiya bankları şəbəkəsinin yaradılması ilə vahid iqtisadi məkanda iki pilləli bank sistemi quruculuğu başa çatdırıldı. Müstəqilliyin ilk illəri 1991-92-ci illər Azərbaycanda müstəqil bank sistemi quruculuğu 1991-ci il Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı və 1992-ci il mərkəzi və kommersiya banklarının fəaliyyətini tənzimləyən qanunverici bazanın yaradılması ilə başlandı. Və yarandığı ilk gündən etibarən də Azərbaycan Mərkəzi Bankının iki əsas fəaliyyət istiqaməti müəyyənləşdi. Birinci, ölkədə stabil iqtisadi artım və makroiqtisadi sabitliyin, milli valyutanın alıcılıq qabiliyyəti və mübadilə məzənnəsinin sabitliyinin təmin olunmasına yönəlmiş pul kredit valyuta siyasətlərinin formalaşdırılması. İkinci istiqamət isə iqtisadiyyatda stabil nağd və nağdsız pul dövriyyəsinin təmin olunması, kommersiya banklarının fəaliyyətinə nəzarət, bu fəaliyyətin istiqamətlər üzrə tənzimlənməsi, banklar arası nağdsız hesablaşmaların təşkili, aparılması və təkmilləşdirilməsi. 1992-94-cü illərdə olan islahatlar, bu illər Azərbaycan Mərkəzi Bankının qarşısında duran məsələlər ölkə iqtisadiyyatı üçün fundamental əhəmiyyət daşıyırdı və Azərbaycan manatının dövrəyə buraxılması və milli valyutada ölkə daxili hesablaşmaların təşkili, bazar iqtisadiyyatının tələblərinə müvafiq kommersiya bankları şəbəkəsinin yaradılması, fəaliyyət göstərən dövlət və kommersiya banklarına effektiv nəzarət mexanizmlərinin qurulması, ölkədə makroiqtisadi vəziyyətin tənzimlənməsi. 1992-94-cü illər Azərbaycan Mərkəzi Bankı qarşısında duran məsələlərin bir qismi əsasən öz həllini tapdı. Belə ki, 1992-ci ilin ortalarından Azərbaycan manatı rubla paralel olaraq dövrəyə buraxıldı və ölkə prezidentinin fərmanı ilə 1 yanvar 1994-cü il tarixindən ölkə ərazisində yeganə ödəniş vasitəsinə çevrildi. İqtisadiyyatda sayı sürətlə artan kiçik müəssisələr və özəl şirkətlərin bank xidmətlərinə olan tələblərinin ödənilməsi üçün qısa müddət ərzində Azərbaycan Mərkəzi Bankının xüsusi lisenziyaları üzrə Azərbaycanda özəl kommersiya banklarının sayı sürətlə artırıldı və 230-dan çox idi. Azərbaycan manatında respublika daxili hesablaşmaların aparılması, kreditləşdirmə və digər bank xidmətlərinin göstərilməsi, kommersiya banklarının fəaliyyətinə nəzarət və tənzimləmə mexanizmləri də quruldu. Bu illər ərzində inflyasiya hər il sürətlənərək 1994-cü il ən yüksək həddə
1763% səviyyəsinə çatdı və bu, keçmiş İttifaq Respublikaları arasında müşahidə olunmuş ən yüksək inflyasiya səviyyəsi idi. Milli valyutanın sürətlə alıcılıq qabiliyyətini itirməsi və digər valyutalara nisbətdə devalvasiyaya uğraması əhalidə milli valyutadan qaçış meylini gücləndirdi. ABŞ dollarını dövriyyədə əsas hesablaşma vasitəsinə çevirmiş oldu. Və beləliklə inflyasiyanın ilbəil sürətlənərək hiperinflyasiya fazasına keçidi, milli valyutanın sürətli devalvasiyası, iqtisadiyyatda faiz dərəcəsinin yüksəlməsi artıq spiralvari xarakter daşıyırdı. Yüksək inflyasiya manatın devalvasiyasını, iqtisadiyyatda pula olan tələbin artmasını, sonuncu Mərkəzi Bank və kommersiya bankları tərəfindən faiz dərəcələrinin artımını, bank və büdcə sistemi vasitəsilə artan tələbin ödənilməsi isə Mərkəzi Bank tərəfindən sürətli emissiyanı, dövriyyədə olan pul kütləsinin artımını və yeni səviyyədə inflyasiya və manatın devalvasiyası proseslərini müəyyənləşdirdi. 1995-99-cu illər Azərbaycanda beynəlxalq maliyyə qurumları ilk növbədə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə əldə edilmiş razılıqlar və bu qurumlar tərəfindən təqdim olunan kreditlər əsasında islahatlar dövrü başlandı. Maliyyə sektoru üzrə aparılacaq islahatlarda iki əsas istiqamət müəyyənləşdi. Makroiqtisadi stabilləşdirmə, maliyyə sabitliyinin formalaşdırılması və bu məqsədlə monetar sferada sərt tənzimləmə mexanizmlərinin tətbiqi, bank sektorunda sağlamlaşdırma və struktur islahatların reallaşdırılması. Makroiqtisadi siyasətin əsas hədəfləri qismində dövriyyədə olan pul kütləsinin artım sürəti və büdcə kəsiri səviyyəsinin azaldılması, bu kəsirin inflyasiya yaratmadan amillər hesabına maliyyələşdirilməsi, inflyasiyanın minimum səviyyəsinin və milli valyutanın nominal mübadilə məzənnəsinin dayanıqlığının təmin olunması, iqtisadiyyatda faiz dərəcələrinin azaldılması və sair çıxış edirdi. Dövlət banklarının ardıcıl sağlamlaşdırılması və restrukturizasiyası nəticəsində böyük həcmdə qaytarılmamış kreditlərə malik olan 3 dövlət kommersiya bankının, yəni sənaye investisiya, aqrar sənaye və əmanət bankının sağlam aktivləri əsasında yeni Birləşmiş Universal Səhmdar Bankı və sonralar açıq səhmdar cəmiyyəti olaraq Kapital Bank kimi çıxış etməyə başladı və vaxtı ötmüş kreditlərin qaytarılması üzrə xüsusi aqrar kredit bank olmayan kredit təşkilatı formalaşdı və bununla sonradan özəlləşdiriləcək və hələ ki dövlət nəzarətində qalan sağlam aktivli yeni kommersiya bankı yaradıldı. Bunlardan başqa ölkədə nağd valyuta əməliyyatları üzrə mövcud olmuş qara bazar ləğv olundu, banklarda nağdlaşdırma üzrə əməliyyatların qarşısı alındı, kredit əməliyyatları üzrə geniş tətbiq olunan rəsmi və qeyri-rəsmi faiz dərəcəsi bölgüləri aradan qaldırıldı, əhalinin banklara itirilmiş inamı tədricən bərpa edildi. 2000-2003-cü illər Azərbaycan Mərkəzi Bankı milli valyutanın nominal mübadilə məzənnəsinin möhkəmlənməsi siyasətini onun devalvasiya siyasəti ilə əvəzləmiş oldu və Azərbaycan manatının nominal mübadilə məzənnəsinin tədricə devalvasiya edilərək 2000-ci ilin nəticələri üzrə bir ABŞ dolları 0,1913 manatdan 2003-cü ilin nəticələri üzrə bir ABŞ dolları 0,984 manat səviyyəsinə qədər ucuzlaşması ilə iqtisadiyyata daxil olan pul kütləsi həcmləri və dövlət büdcəsinə daxil olmaların səviyyələri də artırıldı. 2004-2008-ci illər Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının fəaliyyətini müəyyənləşdirən bir sıra parametrlərin, yəni kapitalın adekvatlığı, cəlb olunmuş vəsaitlərin səviyyəsi, bazar riskləri səviyyələri və s. qiymətləndirməyə və nəzarətdə saxlamağa başladı. Və bu amil isə bankların stabil və dayanıqlı fəaliyyətinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edirdi. Və Azərbaycanda elektron texnologiyaların istifadəsinin inkişaf etdirilməsi ilə
banklarda zamanın tələblərinə uyğun olaraq məsafədən göstərilən xidmətlər, yəni internet bankçılıq, SMS bankçılıq inkişaf etməyə başladı. 2008-2010-cu illərdə isə iqtisadiyyatın pul ilə təminat səviyyəsinin yaxşılaşdırılması və ölkədə iqtisadi fəallığın canlandırılması üçün bu illər ərzində bankların likvidlik və iqtisadiyyatın pul ilə təminat səviyyəsinin yüksəldilməsi üçün bankların məcburi ehtiyat normaları 10%-dan 0,5%-ə kimi, faiz dərəcəsi 15%-dan 2%-ə kimi azaldıldı. 2020-25-ci illərdə isə 2020-ci ildən etibarən Mərkəzi Bank inflyasiyanın hədəflənməsi rejiminə keçid prosesinə başlayaraq monetar siyasətin şəffaflığını və effektivliyini artırdı. Bank sektorunun sağlamlaşdırılması məqsədi ilə problemli aktivlərin idarə olunması və prudensial nəzarət gücləndirildi. Nağdsız ödənişlərin təşviqi, elektron ödəniş infrastrukturunun genişləndirilməsi və dollarizasiyanın azaldılması prioritetə çevrildi. 2022-ci ildən etibarən Bazel 2-ci və 3-cü kimi beynəlxalq standartlara uyğun tənzimləmə mexanizmləri tətbiq olunmağa başladı. Milli ödəniş sistemində ISO 222 standartları əsasında modernləşdirmə işləri aparıldı və açıq bankçılıq konsepsiyası üzrə ilkin addımlar atıldı. Rəqəmsal manat ideyası üzrə texniki konsepsiya hazırlanaraq pilot tədqiqat mərhələsinə keçildi. 2024-26-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası qəbul olunaraq bank, sığorta və kapital bazarlarında islahatlar planlaşdırıldı. Fintechlərin və açıq API sistemlərinin tətbiqi və innovativ maliyyə xidmətlərinin inkişafı sürətləndirildi. İctimai kommunikasiyanın və monetar dialoqun gücləndirilməsi ilə Mərkəzi Bankın şəffaflığı və ictimai etibarı daha da artdı. Üçüncü sual Mərkəzi Bankın pul kredit siyasətidir. Dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri məhz pul kredit siyasətidir. Pul kredit siyasəti dedikdə ölkədə pul kredit münasibətlərinin təşkili sahəsində Mərkəzi Bankın hökumətlə birgə işləyib hazırladığı tədbirlərin məcmusu başa düşülür. Mərkəzi Bankın pul kredit siyasəti dedikdə iqtisadi artımın tənzimlənməsi, inflyasiyanın bufovlanması, istehsalın səmərəliliyinin yüksəldilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, xarici iqtisadi əlaqələrin stabilləşdirilməsi və s. yönəldilən pul tədavülü və kredit üzrə Mərkəzi Bankın və hökumətin həyata keçirdiyi tədbirlərin məcmusu başa düşülür. Ümumilikdə iqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi ölkənin optimal iqtisadi artım tempi şəraitində makroiqtisadi tarazlığa nail olmaqdır. Pul kredit siyasəti dövlətin iqtisadi siyasətinin bir sahəsi kimi özündə quruluş, maliyyə, sosial və xarici iqtisadi siyasəti birləşdirir və beləliklə dövlətin pul kredit siyasətinin ali məqsədi stabil iqtisadi artımı təmin etməkdir. Bu məqsəd dövlətin iqtisadi siyasətinin strateji məqsədinə tam uyğundur. Lakin bu məqsədə pul kredit siyasəti çərçivəsində həyata keçirilən tədbirlərin köməyi ilə nail olmaq olar. Bu tədbirlər müəyyən xüsusiyyətlərə malik olmaqla nisbətən yavaş həyata keçirilir və ona görə də mərhələlərlə həyata keçirilir. Cari pul kredit siyasəti müəyyən konkret məqsədlərə yönəldilir. Məsələn, pul aqreqatlarının nizamlaşdırılması vasitəsilə dövriyyədəki pulun miqdarı, milli valyutanın kursu nizamlaşdırılır, inflyasiya üzrə istiqamətlər də müəyyənləşdirilir. Dördüncü sual Azərbaycan Respublikasının Mərkəzi Bankı. Mərkəzi Bank qanunçuluqla müəyyən edilmiş funksiya və səlahiyyətlərini yerinə yetirərkən müstəqil fəaliyyət göstərir. Bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünü idarə etmə orqanları onun fəaliyyətinə müdaxilə edə bilməzlər. Mərkəzi Bankın mülkiyyəti dövlətindir. Mərkəzi Bank öz fəaliyyəti haqqında yalnız Azərbaycan Respublikasının prezidentinə hesabat verir. Qanunla müəyyən hallar istisna olmaqla Mərkəzi Bankın razılığı olmadan kapitalın və digər əmlakının özgəninkləşdirilməsinə yol verilmir. Mərkəzi Bankın kapitalı onun nizamnamə kapitalından və kapital ehtiyatından ibarətdir.
və qanunla Mərkəzi Bankın kapitalı 10 milyon manat, 10 milyard manat, kapital ehtiyatları isə tədavülə buraxılmış milli valyutanın 15% miqdarında müəyyən edilmişdir və mənfəətdən ayrımalar hesabına formalaşdırılır. Bu baxımdan Mərkəzi Bank maliyyə cəhətcə etibarlıdır və o müflis elan oluna bilməz. Onun aktivləri passivlərinin məbləğindən aşağı düşdükdə yaranmış kapital çaşmazlığı dövlət tərəfindən ödənilir. Mərkəzi Bank dövlətin bankı olduğundan dövlətin maliyyə agenti kimi çıxış edir və onunla dövlət hakimiyyəti orqanları ilə münasibətləri qanunla müəyyən edilir. Milli Bank haqqında lazım olan qanuna əsasən Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyil. Mərkəzi Bank dövlət büdcəsi kəsrinin birbaşa maliyyələşdirilməsi üçün kredit vermir, ancaq büdcədə qısa müddətli vəsait çaşmazlığı yarandıqda müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə əsasən gəlir gətirən borc qiymətli kağızları ilə təmin olunması şərti ilə dövlətə ən çoxu 6 ay müddətinə cari ildə ödəmək şərti ilə milli valyutada kredit verə bilər. Mərkəzi Bank tərəfindən Azərbaycan dövlətinin buraxdığı borc qiymətli kağızları alına bilir ki, bu da dövlətə kredit vermək kimi başa düşülür. Və bununla da mövzumuzu yekunlaşdırmış oluruq. Sonda ənənəyə sadiq qalaraq bir sitatla yekunlaşdırmaq istəyirəm. Mərkəzi Bank iqtisadi sabitliyin səssiz memarıdır. Növbəti görüşlərə dək.